Salam dəyərli şagirdlər və abituriyentlər. 5 aprel tarixində bildiyimiz kimi Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı keçirdi. 9-lar üçün ilk zonan imtahan idi bu. Ümumi olaraq imtahan asan düşmüşdü. Həm dil qaydaları, həm birinci mətnimiz gördüyünüz kimi rahat idi, yazmaq çox rahat idi. İndi isə publistik mətnin izahına baxacağıq. Yəni 11-lərin buraxılışından xeyli fərqlənir. 9-dan buraxılışı öncəki illərdə necə keçirilirsə bu ildə eyni şəkildə oldu. Bu tipli izahla tez-tez gəlməyini istəyirsə dəstək olmaq üçün abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. İndi isə gəlin baxaq görək bədii publistik mətnimiz nədir? İlk öncə mətni oxuyacaq, daha sonra izahlarına, suallara baxacağıq. Arxitektura binaların, digər tikinti obyektlərinin layihələndirmə sənətidir. Arxitektorların əsas vəzifəsi binaları möhkəm, öz təyinatına uyğun yaratmaqdır. Qədim tikililər sadə idi. Samandan və ya cildən düzəldilərək yağışdan, küləkdən, günəşdən qorunmaq üçün nəzərdə tutulmuşdu. Təqribən 5000 il əvvəl Mesopotamiyada qurudulmuş cil kərpiclərindən ancaq bir otaqdan ibarət evlər tikirdilər. İnşaatçıların ustalığı təkmilləşdikcə, yeni texnologiyalar meydana çıxdıqca insanlar daha mürəkkəb binalar tikməyə başladılar. Bizim yaradan əvvəl 2600-1000-ci illərdə qədim Misirlər fironlar üçün daş bloklardan istifadə edərək məqbərələr, nəhəng piramidalar tikirdilər. Avropa arxitekturası bizim yaradan əvvəl 7-ci əsrdə qədim Yunanistanda yaranmışdır. Yunan arxitektorların 450 il ərzində yaratdıqları klassik stilin əsas əlaməti mərmərlərdən və ya adi daşdan düzəldilmiş zərif sütunlardır. Qədim Yunan arxitekturasının bəzi nümunələri bizim günlərə qədər gəlib çatmışdır. Romalılar Yunan arxitekturası stilini təkrar etməklə yanaşı, öz tikinti texnikalarını, yarım dairəvi tağları, günbəz şəkilli damları yaratdılar. Tağlar çox böyük çəkiyə davam gətirir, arxitektorlara böyük, möhkəm binalar qurmağa imkan verir. Bizim yaradan əvvəl 1300-cü illərdə artıq Romalılar ictimai hamamlar, saraylar, körpülər, nəhəng idman meydanları olmaqla çoxlu tikililər yaratdılar. Orta əsrlərdə Avropa arxitektorları binaların daşdan tikilməsinin yeni üsullarını icad etdilər. Onlar kilsələr, qalalar, qəsrlər tikirdilər. 12-ci əsrin ortalarından başlayaraq 7-ci əsrin əvvəllərinə kimi Avropa arxitekturasına böyük gotik stil üstünlük təşkil etdi. Bir çox gözəl binalar bu stildə tikilmişdi. Gotik binalar üçün dar, iti uclu tağlar, hündür tavanlar və pəncərələrdə vitrajlar xarakterik idi. İtaliyada 14-cü əsrin sonunda başlayan İttifaq dövrü arxitekturasında yeni istiqamətlər meydana çıxdı. Arxitektorlar artıq təkcə kilsə tikməklə kifayətlənmir, yaşayış yeri və ictimai binaların layihələndirmə ictimai binaların layihələrinin də hazırlanmasına xüsusi diqqət yetirdilər. 16-cı əsrdə bəzi arxitektorlar işləri sayəsində tanındılar. Həmin vaxtdan etibarən yaxşı arxitektorlar heç vaxt işsiz qalmadılar. Demək, başlayaq sualların izahına. 47-ci sual deyir ki, əvvəlində hansı Roma rəqəmi yazılmış cümlə özündən əvvəlki abzasın davamı olmalıdır? Yəni yeni abzas başlamamalıdır, özündən əvvəlki abzasın davamı şəkildə verilməlidir. İndi gəlin baxaq. Demək, 1 buradadır, 2, 3 burada, 4, 5. Deməli, qədim tikililər sadə idi. Burada yeni bir fikir başladı. Nəhəng piramidalar tikirdilər. Avropa arxitekturası. Burada da yeni fikir başlayır. Bax, deyir ki, bir çox gözəl binalar bu stildə tikilmişdir. Hansı stildən söhbət gedir? Gotik stilindən söhbət gedir. Yəni, buradakı cümlə bu fikrin arxasıdır. Çünki bu hər iki abzas kimi görsənən yerdə gotik stilindən danışılır. Cavabın 4 olacaq. A variantı. Mətndə əvvəldə işarə qoymuş sözlərin məcazi və yaxud da həqiqi mənada olduğunu, həmin sözlərin mətnindəkindən fərqli mənada. Demək, burada düzəldilmişdir sözü. Cildən düzəldilərək. Bu həqiqi mənadır.
həqiqi mənadır. Bu olar. Onlar üzərinə özlərinə sığınacaq düzəltlər, amma bu da həqiqidir. Buradakı olmalı idi məcazi məna. Hər ikisi həqiqi olduğu üçün sən biri götürə bilməzsən. Bir olan variantları avtomatik silmiş olacaqsan. Həqiqi mənadadır üçbucaq. Üçbucaq nədir burada? Binalar tikməyə başlamışlar. Bu da düzdür. Onların arasında dostluq binası. Dostluq binası artıq məcazidir. Ona görə bu uyğun gələcək. Yəni əsas məna həqiqidir, digər mənası məcazidir. 2-ni götürəcəksən, deməli 3-də getdim. Məcazi mənadadır deyir. Kvadrat işarəsi baxaq. Burada hansı sözün uyğundur? Tağlar çox böyük çəkiyə davam gətirir. Bu həqiqi mənada məcazi deyil. Bu da yanlışdır deməli. Dairə hansı sözün qarşısında? Körpülər tikirlər. Bu da həqiqi mənadadır. Gələcək nəsil arasında körpü, bu artıq məcazi mənadır. Cavabın olacaq sənin 2 və 4. Yəni bu iki sual hələ ki rahat bir sual idi. Mətnə nöqtələrin yerinə uyğun ifadəni müəyyən edək. Demək, yeni bina tikməyə, qurmağa imkan verirdilər, imkan yaratdılar. İmkan verirdi. Cavab B variantı. Bu sözlə əvəz edilə bilər, əvəz edilməyə bilər. Bir nədir? Təyinatına uyğun, quruluşuna uyğun deyil. Və başqa mənadır. Eləmi? Sonra 2. Zərif cansız əlaqəsi yoxdur. 3 hardadır? Stil, üslub olar. Eləmi? Demək 1-2 gedəndə zaten cavabın 3-5-6 qalır, amma yenə baxaq. Əvəz edilir. Bu sözlə əvəz edilə bilməz. 5-ə baxaq. Yəni istiqamət, dəyər əlaqəsi yoxdur, eləmi? 6 nədir? Sayəsində arxitektorlar işləri sayəsində işlər ucbatından uyğun gəlir. 3-5-6 cavabımız olacaq A variantı. Giriş əsas nəticə hissəsi. Gəlin baxaq. Bax, həmçinin inşaat incəsənətidir. Gözəllik qanunu əsasında formalaşan yaradıcılıq növüdür. Burada arxitektura haqqında məlumat verir. Arxitektura binaların digər tikinti obyektlərin layihələndirmə sənətidir. Həmçinin buraya yaza bilirsən ki, inşaat incəsənətidir. Gözəllik qanunu əsasında formalaşan yaradıcılıq növüdür. Yəni birə mütləq şəkildə D olacaq. Belə D olmayan variantları nə edəcəm? Siləcəm. Qaldı 3 dənə variantımız. Sonra Fransada əsası qoyulan möhtəşəm vahiməli görünüşü ilə fərqlənən bu stildə Almaniya, Çexiya, Avstriya bu stil gotik stilindən söhbət gedir. Bu əsas hissədə idi, eləmi? B əsas hissə olmalıdır. B. Yenə 3 variantın arasında qalırıq. Təkrarsız estetik zövqə malik olan belə məşhur arxitektorlar sifarişçinin tələbini həmişə əsas götürərək bu gün də işlərini yüksək səviyyədə yerinə yetirirlər. Bax, deyək ki, yaxşı, bax burada nə deyir? Arxitektor işləri sayəsində tanındılar. Həmin vaxtdan etibarən yaxşı arxitektorlar heç vaxt işsiz qalmırlar. Buna da bunu yaza bilirsən. Deməli, bu nəticə hissəyə aiddir. C olmalıdır mütləq nəticə hissəyə. Demək, D variantı da getdi. Qaldı 2 variantımız. 1-ə A, D, 2-yə B, Y-yə baxacaq ki, bu demək əsas hissəyə yoxsa nəticə hissəyə aiddir. 16-cı əsrin sonlarına qədər davam edən bu dövrdə mürəkkəb və asimetrik cizgilər dəyişdirildi. Bu da əsas hissəyə aiddir. Bax, bu gotik stilindən söhbət gedir. Yeni də qoyacağım B-yə. Cavab olacaq 1 A-D, 2 B-yə, 3 sə. Sonra mətnə səsin cədvəldəki uyğun fikirləri müəyyən edin deyir. Mətnə bu haqda məlumat var. Hər dövrün memarlıq üslubu özünə məxsus rəngərliyi seçilir. Düzdür. Bu mətn məlumat var. Kilsə tikintisi Avropada müasir dövrümüzdə də davam etdirir. Burada yazır ki, müasir dövrdə artıq başqa şeylər tikir, eləmi? Arxitektorlar yeni təkcə kilsə tikməklə kifayətlənmir, yeni ictimai binalar tikir. Amma hal-hazırda da bu davam edir, etmir. Bu haqda dəqiq məlumat yoxdur. 2 heç. 3 əsrə yaxın bir müddətdə gotik tərzi 15-ci əsrin deyilir, amma 12-15-ci əsrin 3 əsrə yaxındır. Bu düzdür. Demək, 2 getdi, 2-ni götürməyəcəksən, 1-3-ü də götürürsən, ya 1-3-4 və yaxud da 1-3-5 qalır. Baxaq, ənənəvi binaların fərqli olaraq müasir tikilər daha çox şüşə materiallardan istifadə olunur.
Bu haqda məlumat yoxdur. Avropa arxitektura əsasının qoyulması eramızdan əvvəl təsadüf edir. Bu düzdür. Bu haqda məlumat var. Səndə məlumat yoxdur istədiyi üçün 1, 2, 4 D variantı. Tünd qərəflərlə verilmiş söz hansı cümlədə kontekstdəki mənasında işlənmişdir? Tünd qərəflərlə verilmiş söz nədir? Qorumaq. Möhkəm binaları qurmaq daha doğrusu. Möhkəm binalar qurmaq. Süd danışıqları aparmaq. Dialoq qurmaq məcazidir. Düşmən hücumu qarşısını almaq üçün sədd qurmaq həqiqi mənadır. Cavab B variantıdır. Sonra xəyal qurmaq məcazidir. Bu da nədir? Yeni məclis qurmaq da məcazidir. Yastıq qoyub rahat yuxuya getmək. Saatı qurmaq bu da məcaz demək. 53-də cavabımız olacaq B variantı. Bunun arxasını biz yükləməmişik bura. Bir dəqiqə. Sonra 54-də deyək ki, cədvələ əsasən uyğun fikirlər müəyyən edək. Baxaq bura. Niyə beləyir? Yunan arxitekturasına aid heç bir nümunə müasir dövrümüzdə mövcudluğunu qoruyub saxlaya bilməmişdir. Deyir ki, bəziləri gəlib çıxmışdır, bəziləri çıxmamışdır. Heç birisi deyil. Bəzi nümunələr gəlib çıxmışdır. Yəni heç birisi olması yanlışdır. Heç bir nümunə çatmamışdır. Bu fikri yanlışdır. Bir getdi. Kilsə, qala və qəsrlər orta əsr Avropa memarlığının tərkib hissələridir. Demək, bunu götürəcəksən. Yanlışdır. Romalılar Yunan memarlıq stilini istifadə etmədən öz tikinti texnikalarını yaratdılar. İstifadə etmədən olmaz, təkrar istifadə ediblər onlar. Bir də əlavə öz üsullarını bərpa etmişdilər. 3-də götürəcəksən deməli. 4-də getdi. Qədim tikirlər insanları təbiət hadisələrini qorumağa xidmət edirdi. Düzdür. Gotik tərzi həm orta əsrlər memarlığı, həm də piramidalar üçün xarakterik idi. Yanlışdır. 2-3-5 bu da cavabımız olacaq D variantı. Açıq suallara baxaq. Arxitekturada istifadə olunan vasitələr sadədən mürəkkəbə doğru təkmilləşmişdir. Mətndən bunu götürüb yaza bilərsiniz. Çünki orada ilk olaraq yadınıza gəlirsə, bizim eradan əvvəl qədim dövrdən söhbət gedir ki, cildən istifadə edir. Eləmi? Bax, buradan deyir ki, yağışdan qorumaq üçün bax, nə edir? Küləkdən, günəşdən qorumaq nəzərdə tutulmuşdur. Qədim tikirlər sadədir. Samandan və ya cildən istifadə edilirdi. Sonra gotik stili və müasir arxitektura nümunələri ilə tikilən binalar, layihələr. Mətn əsasında onu yaza bilərsiniz. Bu da deyir ki, cədvəl tamamdır. Cədvəldə burada yoxdur. Belə. Problemistik mətnində uşaqlar izahını yekunlaşdırdıq. Sağ olun, növbəti dərslərdə görüşürük.